Xeyr, diyetə saxlatdırmır sizə. Olur da. Biri yazıb ki, belə diyet olur. Diyeta deyil bu. Ağılsız, şuursuz biri yazıb ki, yəqin sizlə ət dökən söhbətlər eləyir, sizin də ətiniz tökür. Hə, bacı. Ət dökən sənə kimi danışır. Sən necə danışırsan? Cahil kimi. Yəqin ət dökən söhbətlər eləyir. Bizim də bax, sən dedin, bizim ətimiz töküldü. 1 kilo getdi yerə. Bax, sən o söz ver, mənim ətim getdi, bacı. Ya belə bir söz yoxdur da. Yəni, o deyir, aşkın sözü qutaranda dalay deyir. Görürsünüz ki, başqa söz tapa bilmirsiniz xanıma. Xanım sözün üstündə durur, maşenniklik eləmir, artistlik, yuristi, atanşiklik eləmir. Sözün üstündə durur, deyir ki, gəlirsən, bunu eləyirsən, bir aya 10 kilo səni arıqladıram. Söz tapa bilməmişsiniz, yəqin ət dökən sözlər danışır. Üzüm gözüm şişdi aşkım ona görə. Sağlam qidalandırır, sağlam qidalandırır. Evinizdə nə varsa yiyirsiniz, arıqlayırsınız. Sağlam şəkildə sizi qidalandırır. Sağlam. Yəni nəyiniz varsa evdə yiyirsiniz, arıqlayırsınız. Ay bacı deyir, biraz yiyirəm, mədim. Ay bacı qoşul desin də, mən sənə deyə bilmərəm axı. Az niyə yox da? Alt da var, üst də var. Niyə yoxdur? Nəyimiz var? Yeyin şişmişik. Nə? Başa düşmədim. Birinci başdan yürüyüş edin xanımlar, zal açıq havada. Ay ürəyim, gözəl bacım, qəşəng bacım. Bax, Aytaç xanımı artıq ölkədə müəyyən qədər insan tanıyır. Aytaç xanımı sağ olsun ki, xanımlara dəstək olur, həm psixoloji dəstək olur, həm belə arıqlamaqlarına kömək olur Aytaç xanım. Sağ olsun, Allah canını sağ eləsin, gözəl xanımımız, bizim Aytaç xanımımız. Xanımlara dəstək olur və xanımları arıqladır. Və sözünün də ağasıdır. Yəni, bax buradan Aytaç xanımın səhifəsi yuxarıdadır, diyetasız arıqlama. Nömrəsini də yuxarıda qeyd edib qızlar. Özüm yığışdıracağım qıqış. Marafona qoşulursunuz, gözəl və dəyərli bacılarım. Marafona qoşularaq bizimlə bərabər, artıq çəkidən azad olursunuz. Artıq çəkidən azad olursunuz. Sizi bədən şəkilləndirmə əməliyyat eləmir. Aytaç xanım məni arıqlatdı, mənim dalım yekəlmədi, belim incəlmədi. Yox, Aytaç xanım sizə bədən şəkilləndirmə əməliyyatı, dalınızı yekəldi, belizi bu boyda, sinəzi bu boyda, fındıq boyda eləmir, bacı qurma. Əvvəldən necə arığıydınız? Məsəl üçün, elə sizi arıq eləyir. Yəni, əgər dalınız yoxdursa, dalınız olmur, qabağınız yoxdursa, qabağınız olmur. Sinəz yekədirsə, elə sinəz yekə də qalır, amma arıqladır sizi. Başa düşdünüz? Yəni, əvvəl necəydiniz? Arıq vaxtı necə olmuşsunuz? Bax, o qaydaya sizi salır. Ən önəmlisi də odur ki, dəriniz sallanmır, qızlar. Yəni, dəriniz olduğu kimi qalır. Ona görə buna deyirlər ki, sağlam arıqlama. Yəni, nə qarnınızın dərisi sallanır, nə qollarınızın dərisi sallanır, nə sinəvizin dərisi sallanır, nə əyaqlarınızın arasının dərisi sallanır. Stoyunu qəşəng arıqlayırsınız. Dəriniz sallanmadan. Bəli, bəli. Ayaq arası, bəli, ayaq arası. Üzüm aşkım, üzümü kollagen elətdirmişəm. Gözümün altı zadı şişdi də. İndi
Ay bacı, iğnə elətdirmişəm də, iğnə elətdirəndə necə şişir adamın üzü? Şişib də indi bir həftəyə düzələcək. Nə yeyirsiniz? Yedim ücə, aşkım, ücə getmir. Bu getmir ücə. Yo. Heç nə içizdirmir, heç nə. Heç nə içizdirmir, heç nə yedizdirmir. Demir get bunu ye, onu ye, onu al, bunu al. Onu elə, bunu elə. Heç nə yedizdirir, nə içizdirir. Elə evində nə bişirmirsən? Sup, makaron supu, qoy qabağına ye. Evində nə bişirmirsən? Qreçka, qoy qabağına ye. Yəni evində nə var onu yeyirsən. Əlavə heç nə almırsan. Məsələn, sən kələm pörtləməsi yiyəcəm mən. Salatı yiyib qutarmışam, kələmi qalıb. Gündə neçə dəfə? Nə qədər acıdın o qədər. Əgər gün ərzində sən 4 dəfə, 5 dəfə acıyırsansa, 4-5 dəfə də yeyə bilərsən yemək. Mən 61 kiloydum. 61 kilodan düşmüşəm. Mən sizə %100 garanti verirəm ki, Aytaç xanıma qoşulun. Lap istəyirsiniz mənim səsimi yazın. Özünüzdə saxlayın. Marafona qoşulun, sonra da deyin ki, Vüsaliyə xanım, sizin sözünüzə güvənib qoşuldum. Mən niyə arıqlamadım? Aytaç xanıma %100 garanti verirəm. Dediklərim birə-bir eləsəz, qoşulun, arıqlayacaqsınız. İstəyirəm, amma deyirəm, bacarmaram. Ay ürəyim, ay Günay xanım, Allahımıza and olsun, bacarılacaq heç nə yoxdur. Hər şey o qədər asandır ki, yəni özün də şok olacaqsan ki, indiyə nə qədər mən bunları niyə bilməmişəm. Bax, Allahımıza and olsun, özdəki bilirsən biri nədir? Təsəvvür eləyin, qoşulursan, arıqlayırsan bir ayın pulunu ödəyirsən. Gələn ay Aytaç xanım səni özü başa salır, davamlı şəkildə özün pulsuz evdə eləyirsən. Səhifəsinə keçid eləyib baxa da bilərsiniz. Xanımın səhifəsi yuxarıdadır. Zehin və bədən səhifə yuxarıdadır. Keçid eləyib baxa bilərsiniz. Deməli, qiymətlə maraqlananlar, qiyməti 100 manatdır. Amma imkanı aşağı olan şəxslərə endirim deyilir. Bir də bunu deyim ki, 100 manat deyib sonra sizi bazarlıq elətdirmir, sizə heç nə aldırmır, evinizdə nəyiniz varsa cəmi bircə dəfə 100 manat verirsiniz. Ay bazardan bunu al, ay onu al, ay bunu elə, ay onu elə. Heç nə demir sizə. Evinizdə nəyiniz varsa yiyib arıqlayırsınız. Nə varsa ha, yəni şor çörək, təndir çörək. Qoyursan qabağına yeyirsən. Hal-hazırda 53 kiloyam mən. Hal-hazırda, bax bu dəqiqə mən 53 kiloyam. Eləcə 100 manat, bəli, bir dənə 100 manat alır bacı. Bax 100 manatınızı alır, bir aya sizi 10 kilo arıqladır. Sonra deyir ki, budur bax, proqram budur, get pulsuz arıqla. Şu, cəmi bir ay ödəyirsiniz, ikinci ay özünüz pulsuz arıqlayırsınız. Salam. Aleyküm salam, necəsiz? Ay
Ay qız, 100 manat nədir? 20 manat arıqladır cəmaat. Az cəmaat arıqladır. Cəmaata niyə 20 manat verirsən? Ged elə çox bitiyəz ki, mənə arıqlama resepti yaz, arıqlatsın da səni diyeta ilə. Yazsın ora qızıl balıq, avokado, greyfurt, yazsın ora hamısın bacı qurban. Elə o cəmaata bir də niyə 20 manat verirsən? Ged orada diyeta ilə arıqlatsın da. Mən sənə dedim diyeta ilə arıqladırıq. Mən sənə dedim çörəyi kəsəcəksən. Mən sənə dedim kola içməyəcəksən. Hə? Mən sənə dedim pizza yeməyəcəksən, amma sən diyeta elətdirdiyin həkimlərdir, psixoloqlardır, nələrdir bilmirəm, diyetoloqlarımızdır. Hamısı deyir onu yemə, bunu yemə, onu eləmə, bunu eləmə, ora getmə, bura getmə, bunu eləmə, nə bilim nə eləmə. Bu xanım sizə demir onu yemə, bunu yemə. Xanım deyir ki, Aytaç xanım Zehin və Bədən yuxarıda səhifəsi qeyd olunub, nömrəsi də yazılıb. Deyir nə istəyirsən ye, nə istəyirsən ye. Məni canlı görmək istəyirsiniz, durun gəlin Günel Ticarət Mərkəzinə. Ürəyiniz nə istəyir, yiyirsiniz, arıqlayırsınız. Bəli, hər şey yiyirsiniz, hər şey. Ürəyiniz nə istəyirsiniz, yiyirsiniz. Xanım nə cadugardır, nə də cadu eləyəndir. Xanım özü niqablı bir xanımdır, hicablı bir xanımdır. Xanımın dediklərini eləyirsiniz. Baxın qızlar, aybaşı olmayan xanımlarımız bilirsiniz ki, aybaşı kəsilən kimi yançaqlar daralır, sinə hissəsi, qol hissəsi dəhşət dərəcədə yekəlir. Bilirsiniz də bunu. Hormonal kökəlirlər onlar. Boğazları şişir, boyunların arxası şişir, qolları şişir, sinələri şişir. Amma çanaq hissəsi darlaşır. Düzdürmü? Özünüz çox gözəl bilirsiniz. Bax, aybaşı olmayan xanımlarımızı arıqladır. Ən çox arıqlamayan xanımlar insülin direnci olan xanımlardır. Düzdürmü? Deyə ürəyim yuxarıda zehin və bədən diyetasız arıqlama qabağında nömrəsi. İnsülin direnci olan xanımlarımız sizi də arıqladır. Təzə doğmuş mamaşalar, bax sizi də arıqladır. Hamilə xanımlarımız, bax sizi də arıqladır. Cavab verəcək ürəyim, narahat olma deyil, səhifə yuxarıdadır. Zehin və bədən deyil, yuxarıdadır səhifəsi. Qoşulun, bax elə bu dəqiqə. Bax, istəyirsiniz qoşulmamışdan qabaq, çox sağ ol, Allah səndən də razı olsun. Baha zat deyil, 100 manat verirsən, arıqlırsan. Bax, mənim səsimi yaz, bax, bu dəqiqə yaz. Bax, bu dəqiqə mən danışa-danışa səsimi yaz, saxla özündə. Qoşul. Arıqlamasan, xanımın dediklərini elə ha, amma. Xanımın dediklərini eləyib arıqlamasan, mənə yaz. Deyirəm, bəs demişdin arıqlayacaqsan. Bax, birə-bir dediyin elədim, amma arıqlamadım. Mümkün deyil. Mümkün deyil. %100 garanti veririk sənə. %100 garanti verirəm sənə. Ki, sən bir aya 10 kilo çəki atacaqsan. Minimum 8, maksimum 10. Yo, mən deyə bilmərəm, baxın, necə arıqladır. Xeyr, idman yoxdur, hərəkət var. Demir ged idman zalına, ayağı qaldır, 5 saat idman elə. Hərəkət var. Evi yığışdır, qab yu, paltar yu, paltar ütlə, polu sil, polu süpür, evi tozsuranla, evin tozunu al. Yəni, ancaq ev işləri görsən, hərəkət, hərəkət. Всё. Demir ged idmana, ged idman zalına, ged balıq al, ged belug al, ged nə bilim nə al, ged arıqlama çayı, arıqlama kapsulası, arıqlama kofesi al. Heç nə demir bu yazıq. Super də effekt görəcəksiniz, özünüz də görəcəksiniz. Superdir Cəmilə xanım, qoşul görəcəksən ömrüm. Hə, üzüm düşmür, aşkım, üzüm şişdi. Hal-hazırda gözümün altı qapqaradır. Tanalli ilə örtmüşəm. Ağzımın qıraqları qaradır, çənəm qaradır, dodaqlarım qaradır. Hal-hazırda. Dünəndən kosmetologdaydım.
Arıqlama kofesi kimdedir ay Aybəniz xanım? Mən dedim gedin arıqlama kofesi için. Aylıq 100 manat. Naxçıvandan qoşula bilərsiniz. Rusiyadan, Almaniyadan, Türkiyədən, dünyanın dörd bir tərəfindən WhatsApp qrupuna qoşulub arıqlaya bilərsiniz. Bəli. Aylıq 100 manatdır. Xanımın səhifəsi yuxarıda qeyd olunub. Nömrəsi də qabağındadır. Səhifəsinə keçid eləyib göz ata bilərsiniz səhifəsinə. Baxın səhifəsinə. Əgər səhifəsində olan məlumatları qulağınıza xoş gəlməsə, qoşulun WhatsApp-a. Diyeta deyil bacı, diyeta saxlamırsan. Bu fərqlidir. Diyeta saxlamırsan ömrüm günüm. Yeyirsən, bizim fərqliliyimiz odur ki, yemək yeyə arıqlayırsan. Və dərin sallanmır. Qadınların gözünün düşmənidir də dəri sallanması. Ən çox da qollar, yumuşaq yerlər, paça arası qollar, iki ayağın arası nazik yerlərdir də ora sallanır ən çox. Narahat olmayın, sallanma olmayacaq. İmkansız insanlara endirim eləyir ürəyim. Bəli, elə şey də olur, dil bu elə şey olur, olur. Niyə olmur ki? Həyatda hər şey olur bacı, hər şey. Bir tək ölümə çarə yoxdur, bir tək yuxuya çarə yoxdur, bir də ki, xəbərsiz gələn sevgiyə. Amma hər şeyə çarə var. Arıqlaya bilərsiniz əlbəttə ki. Ay xanımlar, nədənsə analiz verəndə 100 manatdan çox pul çıxır. Ay, zaten bu dəqiqə elə bir zamanədə yaşayırıq ki, mağazaya girirsən, 3-4 dənə şey alırsan, 100 manatdan çox pulun çıxır. Elə deyil ki, hə? 2 dənə caqqa-cuqqa alırsan, gəlirsən kassaya 102 manat, 115 manat, 107 manat pul verirsiniz. Ən aşağı olanda 92 manat, 83 manat. Baxırsan ki, hepsini almamısan, amma nə qədər pul vermirsən. İmkansızlara endirim edir. Yəni imkanı olmayan şəxslərə Allah ruzunuzu yetirsin. İmkanı olmayan şəxslərə endirim eləyir. Səhifə yuxarıda qeyd olunub. Zehin və bədən Aytaç xanımdır. Xanımın adı Aytaç xanımdır. Səhifəsinin adı Zehin və bədəndir. Diyetasız arıqlama qabağında da nömrəsini qeyd edib xanım. WhatsApp nömrəsidir. WhatsApp nömrəsinə əlaqə saxlayırsınız və arıqlayırsınız. Səhifə yuxarıda qeyd olunub. Aşkım, nə olar mənə çay ver. Qızlar, inanın mənə, Aytaç xanıma qoşulsaz arıqlamaq üçün Allahımıza and olsun ki, peşman olmayacaqsınız. Bax, bunu mən sizə deyirəm. Bax, hər gündə canlı açıram da. Yalan deyirəmsə, gələrsiniz bura, deyərsiniz ki, Füsulə xanım, yalan dediniz. Bax, and ola Allaha. Hə, tamam da, amma qalırsan qal aşkım, müsabitdə yuxarıda. And ola Allaha, heç vaxt peşman olmayacaqsınız. Niyə peşman olmayacaqsınız? Çünki sizə, bax Allah, bax, yediyim çörək haqqı, bax balalarımıza, burada nə var ki, indi danışırıq. Həm insan kimi gözəl insandır. Psixoloji olaraq sizə dəstək olur da. Həm psixoloji sizə dəstək olur. Həm arıqlamağınıza kömək eləyir. Həm də ki, o qədər cana yaxın insandır ki, özünüzlə qoşulsaz görəcəksiniz. Sanki səsi sizə dərman kimi gəlir. Qulaq asırsınız ona, elə bilirsiniz ki, yəni bütün problemləriniz həll olundu da, yəni özünüzü elə hiss edirsiniz. Yəni insanın aurasını yüksəldir. Heç nə olmaz aşkım. Sabitdə orada. Yəni mən başqa şeydən də danışsam sabitdə geçsin. Həmişə sənə demişəm də onu sabitdə. Bugün nə yemişsiniz? Bugün səhər-səhər nəmi şorqoğalı yemişəm, borş yemişəm. Bugün yemədiyim yeməklər var. Hər şey yemişəm. Deyək qızlar, səhifəsi aşağıda qeyd olunub. Əlaqə saxlayın sizdə. Deyək, diyetasız arıqlama. Baxın qızlar, gördünüz, diyetasız arıqlama. Qoşulursunuz, arıqlayırsınız.
Heç də boş şey zat deyil. Gözlərin qabağında mənəm, gözlərin qabağında Simadır və səhifəsinə keçid eləsiz minlərcə insan görərsiniz. Həm məşhurlardan görə bilərsiniz, həm də tanınmayan insanlardan görə bilərsiniz. Bir səhifəsinə keçid elə sonra danış da. Niyə Allahsız danışırsan? Hə, dünyanın bütün yeməklərini yemişəm. Deyək yuxarıdadır səhifə, ay Ali. Deyək zehin və bədən yuxarıda sahibitlənib. Baxıram boşdur yazın, heç bir dəfə də bəlkə yazmayıb. Danışırlar da nağıl. Mənim qarnım, bəli, arıqladır aşkım. Qarnımı da arıqladır. Sən səhifəsinə gir xanımın, gözəl bacım. Səhifəvi sabitdə, Aytac, səhifəsinə keçid elə, gözəl bacım. Bax orada biri var tanınmışlar, biri var tanınmamışlar da, normal insanlar. Gir gör, üzlərini bağlayıb, qarınlarını paylaşıb. Xanımın qarını necə qabağı olub, Aytac xanıma başlayıb, qarını əməlli başlı yatıb. Luna xanım dəqiqədə bir mənə yazıb ki, maşallah kökəlmişsən. Çox sağ olun Luna xanım. Əlimizdə deyil bacı kökəlməyi arıqlamaq. Kökəlmişəm, arıqlayaram, problem deyil. Aytac xanım burada, mən burada. Tək bütün köklər məni boyda olsun bacı. Didincəl. Biri də yazıb ki, acıqcan yazırsan. Nüsalə xanımı 15 gün sonra yenidən görün. Hə, ay sağ ol. Birincisi, məni yaxından görmək istəyənlər gəlib Günel Ticarət Mərkəzində görə bilərlər. Mən esbədən geyinirəm. Gözlüyüm ləqə. Time etrim, gedim sizə görsədim necə arıqlamışam. Gözlüyün. Burada olun. Duram səfərim o bir otağa. Hə, yenə də lap arıqlarınızı yazacaqsınız kökər. Aha. Deməli, qızlar, bax bunu bura qoyuram. Donmayıb ki. Donmayıb da yəqin ki. Çıx. Baxın, sonra deyirsiniz ki, özü bilə-bilə seçib deyir. Hansı şalvarı götürün buradan? Bax, burada şalvarlar çoxdur. Hansı şalvarı götürüm, deyin. Sonra deyəcəksiniz ki, özün seçsin, yekəni götürdün, nə bilim neyinə. Burada yalnız mənim və qızımın şalvarıdır. Qızım da məndən 2 razmir balaca geyinir. Hansı şalvarı götürüm? Hansı şalvarı götürüm? Deyin götürüm. Qoyun ekranı söndürəyim. Yanın. Hansı şalvarı götürüm qızlar, yazın. Bax, yazın. Hansı şalvarı götürüm, bax. Baxın. Hansı? Qara. Qara bunu. Bunu hansı qaranı? Hansı qaranı? Bu qara, bu qara. Hansı qara? Bu qara. Qara çox yazdınız. Bu qara yoxsa o qara? Birinci qaranı. Gözləyin indi. İndi gözləyin. Aha, gördünüz? Bax, dediniz birinci qaranı. Bax, bunu dediniz. Birinci qaranı. Düzdür mü? Bantik olanı, tamam. Gördünüz? Gördünüz kızlar? Gördünüz?
Mən yalan danışmağı sevən insan deyiləm. Bandik olan dediniz, tamam. Bandik olanı da götürərəm. Ürəyiniz hansını istəsə onu götürəcəm. Tamam mı? Ürəyiniz hansı? Aytaç orada pis söz yazanları blok elə. Bandik olan bunu deyirsiniz də. Düzdürmü? Bu şalvarımı dediniz kızlar. Bunu bandik olan bunu dediniz də, düzdür? Bəli. Gördünüz? Gördünüz kızlar? Mən Aytaç xanıma qoşulandan sonra Allah'ımıza and olsun ki, bizi yaradan Allah'ımıza and olsun ki, Aytaç xanıma qoşulandan sonra kızlar, qoşulandan sonra əməlli başlı kilo atmışam. Əməlli başlı özdə. Əməlli başlı. Necə arıqladım? Zehin və bədənlə. Qoşuldum zehin və bədənə. Və arıqladım. Buyurmaz, bişokanları qoydum. Gözləyin. Bax, diyeta saxlamamışam. Yemək yeyə arıqlamışam. Yemək yeyə qızlar. Bax, yemək yeyə. Bax, bu istəyirsiniz bunu geyinin. Bax. Ürəyiniz hansı şalları istəyir, geyinə bilərəm orada. Ürəyiniz hansı şalları istəyir. Baxın. Baxın. Ürəyiniz hansı şalları istəyir, mən geyinə bilərəm. Gördünüz? Zehin və bədəndən arıqlamışam. Səhifə yuxarıda qeyd olunub. Hansını istəyirsiniz, geyinə bilərəm qızlar. Ürəyiniz hansını istəyir, onu da geyinə bilərəm. Qoşuldum. Bax, yemək yeyirəm. Bax, Allah'ımıza and olsun ki, mən şirniyyat sevən deyiləm, amma arada şirniyyat da yeyirəm. Bax, nə istəyirsinizsə, onu yeyirsiniz. Nə istəyirsinizsə, onu yeyirsiniz və arıqlayırsınız. Nə istəyirsinizsə, bax, bu şalvarım vəbşi gözəldir. Buna baxın. Bax, nə istəyirsinizsə, yeyirsiniz, arıqlayırsınız. Diyeta saxlamırsınız, arıqlama kofesi içmirsiniz, arıqlama çaylarından istifadə etmirsiniz. Bax, nə istəyirsiniz, yeyirsiniz və arıqlayırsınız. Bax, gördünüz? Bax, gördünüz? Gördünüz kızlar, bax. Nəylə? Zehin və bədənlə. Səhifə yuxarıda qeyd olunub, əlaqə saxlayın. Sizdə kilovuzu azaltmaq istəyirsinizsə, daha çox arıqlamaq istəyirsinizsə, bax odur qızlar. Qoşulun, arıqlayın. Mən yəni sizə yalan danışan deyiləm ki, Allah'ımıza and olsun. İndi təzə aldığım şalları göstərəcəm sizə. Gözləyin. Bax, təzə almışam. Bax, and ola Allaha, təzə almışam. Bax, o şalları göstərəcəm sizə. Baxın, ölçüsünə baxın. Təzə almışam. Arıqlayandan sonra aldığım şalvardır. Görürsünüz, bax, S. Gördünüz, S. Bax, təzə. Gördünüz, bax, bu da təzə aldığım şalvardır. Bu da S bədəndir. Bunu da təzə almışam. Bax, Allah'ımıza and olsun. Yanın. Gördünüz. Gelme gelme. Ört oranı. Ört, canlıdayam. Ya sesini bağla, gəlmə. Gələ bilmirəm də, sonra gələrəm. Canlıdayam. Hə, baxın qızlar. Bax, bu da S-dir. Buna baxın hələ. Bax. Görürsünüz? S bədən. Bax, bunun belinə baxın.
Bax, bu da S bədən. Gördünüz, bu da S bədəndir qızlar. S bədən və mən kökəlmirəm. Kimin sayəsində? Bax, yuxarıda gördüyünüz zehin və bədənin sayəsində. Yemək yeyirəm, çörək yeyirəm, şirniyyat az yeyirəm, çünki şirniyyat sevmirəm. Bax, ürəyim nə istəyir? Qoy belə soyunum bu tərəfdə. Bu biraz mən yançağım olduğu üçün özünüz də gördünüz də. Yəni bu S bədəndir. Sonra bax, göstərəcəm bir-bir təzə aldığım şalvarı. Canlı yayım kısıtlaması gəldi. Qızlar, ekranlar tıklayından olar kısıtlama gəldi. Kısıtlama gəldi. Ekran tıklayından olar. Mən sizə göstərirəm, kısıtlama gəldi. Bir də ekran tıklayın. Ne olar, bir də ekran tıklayın da. İkinci geldi. Sonra kızlar yine təzə aldığım şalvarı göstərirəm. Baxın. Ne yazılıb bura? Ne yazılıb? 36 bədən. Düzdür mü? 36 bədəndir də, düzdür? Hə. Bax, dietasız arıqladır sizi. 36 bədən. Gördünüz, 36 bədəndir. Gördünüz? 36 bədən. Gördünüz? Çəkim 53 kilodur. Canlı görmək istəyir, canlım düşür. Of, 2 dənə qısıtlamam gəldi. Deməli, canlım düşür. 2 XL görsənir. Nə 36? Ay Allah, paxıldır. Oy, bu qədər də paxıl olma ay Luna. Ay Luna, ay Luna, bu qədər də paxıl olma ay Luna. Ay Luna, bu qədər paxıl olma, qurban sənə. Yəni 36 bədəni 2 XL görən, get gözləri yoxlandırmacı. Hə, ay Allah, 4 dənə gəldi, özdə ürəyim. Boyum 1.68. Neyse qızlar, bax gördünüz, sizlər üçün görsətdim. O da zehin və bədənin səhifəsi idi. Siz də arıqlamaq istəyirsinizsə, kilonuzu azaltmaq istəyirsinizsə, qoşulursunuz, zehin və bədəni arıqlayırsınız. Yəni ekranları tıklayın, nə olar kısıtlama geçsin də, xahiş edirəm. Boyum 1.68. Niyə demirsən pi aldırmışam 2023-cü ildə? Bəli, 2023-cü ildə bədən şəkilləndirmə əməliyyatı olmuşam doktor Elçin Zodana və onunla ömrümün sonuna qədər razıyam. Amma mən təzə arıqlamışam, ürəyim 6 aydır. 6 aydır 61 kilodan düşmüşəm 53 kiloya. Yəni mən 2023-də əməliyyat olmuşam, amma təzə arıqlamışam, gözəl bacım. Mən heç vaxt danmıram. Mən yediyi qaba tüpürənlərdən deyiləm həyatım. Bəli, bədən şəkilləndirməmişəm 2023-cü ildə. Boyum 1.68. Bir aya 10 kilo arıqlayırsınız. Bilmirsiniz nə deyəsiniz. Ödənişi 100 manatdır. 58. Yo, daha da arıqlamaq istəyirəm elə mən. Daha da çox arıqlamaq istəyirəm. Allahımıza and olsun. Daha çox kilo vermək istəyirəm. Qızlar, öpürəm sizi. Zaretka yıxsın, həm də 3 dənə qısıtlama gəlib mənə. Zaretka yıxsın, bir sahada burada olun. Yaxşı nə olar. Öpürəm sizi, sağ olun. Əziyyət